29 oktyabr 2025-ci il Bərdə rayon Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsinin şəhidi Nadirov Rəşad Nadim oğlunun anım günü və həmçinin 44 günlük Vətən müharibəsinin şəhidi Nağıyev Baloğlan Müdəhət oğlunun Mövlud günü qeyd olundu. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, məqamları uca, ruhları şad olsun. Allahümme belliq və ausil səbaba hazihi surət-i şəms. Ləsiyyəmə cəmi şəhidlərimizin, məxsusən şəhid Baloğlan Müdəhət oğlunun ruhu şadlı həqqdir. Fatihətü məəs-sələvat. Bismillahirrahmanirrahim. Elhamdülillah. Malikin yevmiddin ya. Sağlığı veririk, valideyninə baş sağlığı veririk, istəyənlərə baş sağlığı veririk. Allah ruhunu şad eləsin. Allah ahirətin versin. Bugün Elə bilirik 5 dəqiqə bundan qabaq olub Fənən haqqısa. Allah anasına, atasına səbir dözüm versin. Rəşad elə bir ailədə böyükdür ki, bayaq Etibar xanım da dedi, həm özü şəhiddir, həm qardaşı qazidir. Rəşad haqqında hamı fikir söyləyəndə heç kəsin bir mənfi bir söz dediyini eşitmədik. Yəni doğuşundan şəhid olan övladlar məzarlıqda uyurlar, şəhidlər, qanlarını, canlarını torpağa qurban verirlər. Allah ruhunu şad eləsin, Allah yerdə qalan qardaşına can sağlığı, uzun ömrü versin, qazimizdir. Fəxr edirik ki, elə övladlarımız var, onun elə qardaşı var, belə anası atası var. Allah anasına, atasına da səbir dözüm verir. Bugün Baloğlan balamızın da ad günüdür, dəyişməyən doğum günü mübarək olsun. Allah bacımıza səbir dözüm versin. Birisi böyüdükdür. Özü bu Şəhidlər Xiyabanının demək olar ki, qulluğunda durubdur. Elə bilirmiş ki, nə vaxtsa özü də burada yapacaq. Ruhu şad olsun, məkanı cənnətdə, Allah birisinə səbir dözüm versin. Nə demək olar, biz fəxr edirik. Bəxş Samir müəllim dedik ki, müəyyən yerlərdə, Bakıda, Gəncədə, Xankəndində şəhidlərimiz üçün abidələr qurulur. Biz o abidəni ən birincisini Qəhrəman Bərdəmizdə gözləyirik, Qəhrəman Tərtərimizdə gözləyirik. Çünki bu şəhərimiz həm mülki şəhidləri ilə, həm hərbi şəhidləri ilə, həm çəkdiyi əzab vəziyyətlə, yəni ayaq altında müharibənin tapdağını birinci Bərdə cəmaatı, Bərdə görüb. Biz elə arzu eləyərdik ki, o abidənin ən böyüyü, ən gözəli Bərdədə olacaq, inşallah. İnşallah.